بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين صلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. İbtidai Havza dərslərinin mərhələsinin dərslərdən də biri İslam tarixidir. İslam tarixi bizdə bizim Şiənin əqidəsinə görə, yəni 14 məsumun həyatının tarixi eynən İslam dininin tarixidir. Ondan başqa bir şey deyil. Tarix elmi məlumdur ki, tarix nədir? Tərifində ehtiyac yoxdur. Amma mövzusu da dedik ki, İslam tarixidir, onların 14 məsum əleyhissalamların həyatlarıdır, mübarək həyatlarıdır. Fayda və hədəfimiz bunu oxumaqla, öyrənməklə o tarixdən ibrətlər götürüb həyatımızı düzgün tənzimləmək. İlk dəfə bunu deyim ki, bilirsiniz ki, Həzrəti birinci məsumumuz Həzrəti Rəsul-i Əkrəmdir. Sallallahu aleyhi və aleyhi və səlləm. Bu müqəddəs insan və mübarək insan 124 min peyğəmbərin sonuncusudur. Bəzən sual verirlər, bu hardan deyirsiniz? 124 min. Mən sənədlərdə bir Məcmuul Bəyan kitabı, təfsir kitabından tapmışam, bir də Bəhaul Ənvarda görmüşəm bunu. Və bu 124 min peyğəmbərlərin 5 dənəsi, 5 nəfəri Ulul Əzm peyğəmbərlərindən sayılır. Yəni kitab, yeni şəriət bunlara gəlib. Çünki yeni şəriət gəlib, yeni kitab gəlib, bunu cəmaata qəbul elətdirmək çox səbir tələb edir. Ona görə bunlara ulul əzm. Əzm çoxlu səbr etməyə deyərlər. Yəni, çox səbr edənlərin sahibi. Bu 5 nəfər kimdir? Həzrəti Nuh əleyhissalamdır, Həzrəti İbrahim əleyhissalam, Həzrəti Musa əleyhissalam, Həzrəti İsa əleyhissalam və Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. Həm 124 min peyğəmbərin içində, həm ulul əzm peyğəmbərlərin içində Həzrəti Rəsulun adı var. Həzrəti Rəsul Məkkə şəhərində dünyaya gəlib və biz şiələrin əqidəsinə görə hədislərimizdə də var, ta Həzrəti Adəm əleyhissalama qədər bütün ata-babaları Allah pərəst olublar. Hamısı Allah pərəst olub. Hətta bəzi onun əcdadı peyğəmbər olub. Məsələn, özündən qabaq ilk peyğəmbər Həzrəti İsmail əleyhissalam, sonra Həzrəti İbrahim əleyhissalam, Həzrəti Nuh əleyhissalam, Həzrəti İdris əleyhissalam, Həzrəti Adəm əleyhissalam. Amma öz babaları, ata-babalarının adını sayar, bir neçə dənə təbərrükən öz atasının adı Abdullah rəhmətullah aleyh, babası Abdülmütəllib, onun atası Haşim,
onun atası Abdümenaf, ondan sonraki cəddi Qusey və ondan sonraki cəddi Kilab ta axır Həzrəti İsmail əleyhissalam üçün gedir. Həzrəti Rəsulun atası Abdullah barəsində bəzi tarix və siyər kitablarında işarə olunub ki, Abdülmütəllib nəzri olub, mənim ilahi, ondana övladım, oğlum olsun, onun övladı gec olubmuş. 10-cunu sənin yolunda qurban edin. Ondan da oğlu olur, 10-cu da Abdullah olur. Abdullah çox həm simaca gözəl insan olur, həm ağılda çox kəmallı, ədəbli bir insan olduğuna görə bütün qovm etiraz edirlər. Axırda püşk yolu ilə Həzrəti Abdullah və dəvə. Bir dənə dəvə qoyurlar bu tərəfə, püşk atırlar ki, Həzrəti Abdullah'a düşür. Dəvəni atırlar 2 dənə, ta gəlib 100 dənəyə çatır. Və 100 dənəyə çatandan sonra dəvələrə düşür püşk. Neçə dəfələr bu 100 dənə ilə Həzrəti Abdullah arasında bu püşkü atırlar, indi dəvələrə düşür. O zamandan Həzrəti Rəsulun babası insan qanının bahası, diyəsi 100 dəvə qəbul edirlər. Və İslam dini gələndən də sonra bu məsələni bəzi nəqillərə əsasən elə oradan qəbul edilir. Həzrəti Rəsulun atası Abdullah bin Abdülmüttəlib bin Haşim bin Abdülmenaf 25 yaşında Aminə binti Vəhəb bin Abdülmenafın o qızı Aminə ilə ailə qururlar. O ki, bir balaca kitab vərəqləmişik, düzdür, tam təhqiq ünvanı deyə bilmərəm bunu. Amma mənim şəxsən özümdə bu şübhə doğuran məsələlərdən biridir. O cümlədən burada da məsələ bu cürdür ki, bunu əvvəlcədən deyirəm, sonra mətləbə keçim. Həzrəti Rəsulu himayə atası və onu himayəyə getirənlər şübhəli halda dünyalarını dəyişirlər. Yəni bunların ölüm hadisəsi normal halda qəbul olunması ölüm hadisəsi deyil. Yaxşıdır ki, bir nəfər insan düşsün bunun üstünə, araşdırsın, həqiqi təhqiq eləsin hər cəhətdən, nəticəni elan eləsin. Amma məndə bu şübhə var ki, o ki bunların tarixlərinə baxaraq, istir atası, indi deyəcək, istir sonradan babası, əmmisi, elə ki bunun himayəyə getirirlər, onlar şübhəli halda dünyalarını dəyişirlər. Mümkündür, bizim əqidə, şəxsən mən özümdə bu əqidə formalaşmaya başlayır, şəhid olaraq bunlar dünyalarını dəyişirlər. Bunlara suyu-qəsdlər oldu. Məsələn, Həzrəti Abdullah atası ailə qurur. Ailə qurandan sonra Aminə xanımdan
atası Abdülmütəllibdən icazə alır, Şama səfər edir. Bu zamanki Şam deyəndə indiki Suriya arasıdır, yəni Suriyanın Şam şəhəridir. O Şam deyəndə Fələstin, indiki işğal olunmuş Fələstin. Suriya, İraqın bir hissəsi və ətrafı. Ora ticarət üçün gedir. Bütün Məkkədəki insanların əsas işləri ticarət idi. Çünki Məkkə əkin sahəsi üçün yararlı bir yer olmayıb, indi də. Ancaq işləri ticarət. Və hətta gələcəkdə ona işarə verəcək, onların pul qazanma yollarından biri də Kəbənin ziyarətindən sui-istifadə eləmək. Necə ki, bəzi yerlərdə görürük ki, beynəndə indiki zamanda da o cürdür. Pul açırlar, ziyarətgahlarda öz mənfəətləri üçün istifadə edirlər orada. Hətta tarixdə var, Ərəb cahiliyyət dövründə İslam Peyğəmbərindən qabaq Kəbəni ziyarət eləmək üçün Məkkəli və Kəbə ətrafının yaxınlığında qalanlardan gələn ehram alıydın. Əgər pulun yoxdursa, ehramsız, üzürlü bilin, büryan şəkildə təvaf eləməliydi o adam. Yəni, o qədər bunu inhisar eləmişdilər bu məsələni. Yəni, pulu buradan yıxsınlar cəmaatdan. Və belə bu cür gecə bunların qeyri-insani bir adətləri var. Və ən şərəfli iş Məkkəlilər üçün ticarət idi. Həzrət Abdullah da atasından icazə alır, Şama ticarətə gedir. Şamdan qeydərkən Mədinə şəhərində anidən xəstəlik üz verir və həmin xəstəliklə cavan, sağlam bir insan dünyasını dəyişir. Həzrəti Rəsulun dünyaya gəlməsindən bir neçə ay qabaq. Yəni, Həzrəti Rəsul yetim dünyaya gəlir bu cəhətdən, ata cəhətdən. Bir neçə ay qabaq atasını itirmiş olur. Bizim araşdırma, yəni oxuduğumuz o neçə dənə kitabı ki, bir iki dənə vərəqləmişik, ondan belə çıxır ki, Mədinə Yəhudilərin və o zamanın Bizans Rum imperatorluğun əlindən qaçaraq özlərinə nicat tapmaq üçün və deyirlər ki, bu məntəqədən axırıncı Peyğəmbər çıxacaq, gəlib qaçqın olaraq Mədinə ətrafında məskunlaşmaqları və hətta bəzi tarix kitablarında var ki, Abdullah, Həzrət Rəsulun atası Abdullah da onda xüsusi bir əlamət hiss edirdi bütün insanlar ki, bu adi insanlardan fərqlidir, xüsusi bir nuranilik. Hətta bəzi rivayətlərimizdə var ki, Həzrəti onun buna görə çox insanlar öz qızların, çox qadınlar da özlərin Həzrəti Abdullahla evlənmək üçün hazır elan edirlər. Biz sənin aile qurmağa hazırıq, hər şeydə veririk. Var, dövlət. Və hətta rivayətdə bəzi var ki, rivayətlərdə ailə qurarkən Həzrəti Aminə ilə nur iki hissəyə bölünür. Həzrəti Aminə ilə Həzrəti Abdullah. Və Həzrəti mümkündür bu cəhətdən
və mümkündür onların kitablarında, Yahudilərin kitablarında zühurun əlamətləri, bunun Həzrəti Rəsulun nəslinin nişanələri var idi. Mümkündür terror olsun və məndə bu şey formalaşır artıq bu əqidə. Çünki o ki, sənədlərə baxanda bu şeydən başqa bir şey görsənmir. Çünki bir adam sağlam olsun, ondan qabaq heç bir xəstəlik tarix kitablarında heç bir şeydə qeydiyyata alınmasın, sağ-sağlamda gedir. Çünki əgər bu xəstə olsa uzun səfərə çıxmaz birinci. Biri mümkün işgal eləsin ki, şübhələ o tarix kitabı xəstələri siyahıya alan kitabdır ki, amma o zaman bir dənə səfərə çıxmaq üçün xüsusilə Şama neçə aylar mümkündür ticarətləri orada da çəkirdi, uzun çəkirdi, illər çəkirdi. Oraya getmək üçün sağlam bir can lazımdır. Sağlam halda gedir, gələrkən elə tarix kitabla yazır, Mədinədə xəstələnir, xəstələndiyində üstündən 1-2 gün keçməklə dünyasını dəyişir. Və Mədinə şəhərində Yahudi qaçqınlarının orada olması bu şübhəni həqiqətə çevirən əlamətlərdən biridir. Yahudilərdə ki, niyə deyilə bilər ki, niyə ora gəlib, bunu hardan çıxarılır? Çünki Ovs Xəzrəc qəbiləsi Mədinə əhlindən bu iki dənə tayfa İslam Peyğəmbərinə ilk iman və tez iman gətirən tayfalardır. Bunların illət və səbəblərini inşallah sonra da oxuyucu. İndi də baxanda görünür ki, bundan deyirlər üçün bizə Yahudilər dedilər ki, sizlər, baxmayaraq, tarix kitabında əcib məsələlərdən biridir. Yahudilər bunlara silah satırdılar, bunlar bir-birini qırırdılar. Bunlara silahlarını təmin edən Yahudilər bunu ilə pul qazanırdılar. Bu tarix kitablarında hamısı yazılır, gedin açın. Amma Həzrəti Rəsul bu deyirdilər ki, belə bir şəxs, axırıncı Peyğəmbər bu məntəqədə dünyaya gələcək. Siz ki, bu cür dava edirsiniz, bu bütün dünyaya ədalət, rifah gətirəcək bana. Görəcəksiniz. Və müjdə xəbərlərini öz kitablarına bunlar oxuyurlar. Bunlar da deyirlər də, biz bütpərəstik. Bunlar ki, ilahi din sahiblər olub, ilahi kitaba sahib olan bir millətdələr. Onların sözləri mümkündür də, deyirəm də, bu əlamətlər ki, bunların kitabında olub, biliblər, bu cinayət işinə əl atıblar, amma təəssüflər olsun ki, gecikiblər. Siz dirhiyle işlədin, Allah'a da tədbirin görəndir. Ən yaxşı tədbir görən Allah'dır. Bunlar elə bilirlər ki, öldürməklə bu şeyin sonuna çıxsınlar, alınmadı. Həzrəti Rəsul dünyaya gələn. Gələn dəfədən inşallah Həzrəti Rəsulun dünyaya gələrkən olan hadisələrlə tanış olacaq. Bugünkü bəhsimizdə tarix elmi, onun mövzusu və hədəf və faydası ilə tanış olduq. Peyğəmbərlər, Ulul Əzm neçə nəfərdir? Peyğəmbər Əkrəmimiz harada dünyaya gəlib? Peyğəmbər olan əcdədləri kimlər idi? Ümumi ata-babalarından bir neçəsinin adı ilə tanış olduq. Atasının haqqındakı hadisə, tarixdəki hadisələrlə tanış olduq. Elə bilin bu qədər kifayət eləyər. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beytihə tahir.